Uşaqlar, hədiyyələrimiz buradadır. Uşaqlar da içəridədirlər, gözləyirlər. Sadəcə əvvəlcədən sizə nə aldığımızı, nə seçdiyimizi göstərmək istədim. Baktığımız kızılar değil. Ben bundan hoşuma Benim sırgama benziyor. Hayır bir ben ne seçim onu seçsen. Bir de o Ferhat'a. Ne var? Seruması altına sallan ve. Hansı? Rətsəvində. Hə. Bu kıymet almışsınız. Nə qiyməti? Baxın. Evet, bu qiymət aşkım. Sən çox gözəl xanımsın, sən çox gözəl bacısın, sən çox gözəl anasın, sən çox gözəl eşsin, sən hər şeyin gözəlini bacara biliyorsun. Səni də təbrik ederim, təşəkkür ederim. Herkese salam. Arkadaşlar, bugün tək giriş eləyirəm videoya. Çünki həm uşaqlar məktəbdədirlər, həm də bir şeyler qaynadanda mən bugün çox maraqlı, çox özəl, yadda qalan bir gün olacaq. Bugün bir sürprizimiz var, bir planımız var, bir qurmamız var. Ona görə qurma deyəndə yalan yox ha, yəni plan qurmuşam. Ona görə videoya tək başladım, gözlədim uşaqlar olmayan vaxtda. Dünəndən ağlıma bir dənə fikir girib, gözlədim uşaqlar olmayan vaxtda başlayayım videoya. Deməli uşaqlar, bilirsiniz də mən qızlarım, ümumiyyətcə bütün qız uşaqları valideynini, yəni yaxşı valideyni ideal olaraq götürür, ona özənir. Yəni ona necə deyim, valideyni ilə birlikdə vaxt keçirəndə, valideyn ona vaxt ayıranda istər-istəməz uşaq öz valideynini ideal kimi götürür özünə, hər şeyini ona oxşatmağa çalışır. Ən əsası qız uşaqları özünü, yəni anaya makyajdır, bəzənməkdir, süslənməkdir, nə bilim uğurlardır. Yəni mən fikir vermişəm uşaqlar, xüsusilə Rabiyə ilə Məryəm, mən nə etsəm arxamca onu eləməyə çalışırlar. Bu təbii ki mənim üçün fəxrdir, çox gözəl bir duyğudur ki, onlar məni nümunə götürürlər və onlar məni nümunə götürdüyü üçün mən də həmişə çalışıram ki, ən ideal, ən bir qız uşağına ən yaxşı nümunə ola biləcək bir şəkildə yaşayım, ola biləcək bir şəkildə davranım, oturuşumdur, duruşumdur, danışığımdır, bacardığım qədər qız uşaqlarını yaxşı nümunə ola biləcək şəkildə göstərməyə çalışıram. Nəysə, uzun sözün qısası, siz bilirsiniz ki, mən qızıl həvəskarıyam, yəni qızıl sevdalısıyam, belə deyim və mənim bu üçgünc sırğalarım var, hansı ki qızıl, sonra bir dənə balaca halqa sırğam var. Nəysə, mən o sırğalarımı taxanda həmişə fikir verirəm ki, uşaqlar qaçırdılar mənim dalımca, onlar da öz qızıl sırğaları var onların, belə ipli, bəlkə görmüş olarsınız keçmiş videolarda qulaqlarında. Mən öz qızıl sırğamı taxanda onlar da mənim dalımca özənib gedib öz qızıl sırğalarını taxırdılar. Prosto onlar nazik olduğu üçün qırıldı bu yaxınlarda və artıq uzun bir müddətdə taxa bilmirlər. Mən ondan sonra hər öz sırğalarımı taxdıqca gedib prostoy sırğalar taxırdılar ki, məndən bir növ ayaqlaşa bilsinlər. O da onların qulağında yara çirk eləyirdi. Ona görə düşündüm ki, mən də neyim, qızlarıma qəşəng bir dənə qızıl sırğa alım, onlara sürpriz eləyim. Duyğulanıram danışdıqca. İndi məktəbdən gəlsinlər, deyəcəm ki, bəs atanın işi var, nəsə düzəltdirmək üçün gedirik bazara. Mağaza bazardadır. Orada onları elə belə vitrinlərin qabağına çəkəcəm ki, baxın görün hansı qəşəngdir, gəlin bir yerdə baxaq görək hansı sırğalar qəşəngdir. Onları elə belə də güya baxırıq, bəyənirik yalandan. Nə vaxtsa bəlkə alarıq fikri ilə onların bəyəndiyi sırğaları seçəcəyik. Daha sonra biz gedəcəyik, şəhərlər onları dalımızca alıb gətirəcək. İndi gəlsinlər, artıq oradan kameranı açarım sizə. Evet arkadaşlar, geldik çıktık mekana. Uşaqlar inin bakalım. Söndürməmişəm maşını. Arkadaşlar bir dənə sorun var. Maşından düşürəm, maşını söndürmək həmişə yadımdan çıxır. Söndürdün Əsi? Bir tane de söndürebilirim. Yox, bir dəfə ilə söndürürlər. Çok lazımdı.
Hə, götür aşkım hər ehtimala. Nasılsın Şehriyar? İyiyim, sen nasılsın? Heyecanlı mısın? Heyecanlı anlar dorukta. İyi Doya. seyirler. Bax gör. Qəşəng sırğalar var ha burada Məryəm. Baxın. Arkadaşlar. Afiş ben de gitsin istəyirəm. Bir də o Hello Kitty'yə də baxmaq olar. Ufuşdan bax belə görünür və biraz qızıl görünür, gümüş görünür, qızıl görünür, gümüş görünür. Bundan mənim çox xoşum gəldi. Mən də. Bu da qəşəngdir. Bundan. Bir də bundan. Ufuş buradakı da qəşəngdir bax. Buradakı bir dənə bax bitişən kimiyə Ha, bax. orada hansı Bitişən kimi var, 4 yerin. yonca? Hə, o da qəşəngdir, buna oxşuyur. İstəyirsən mən qəşəngdir, Hansı? uzunda qaş, bir dənə burdadır. Afuş, Hacı. İbicəyi də qəşəngdir orada. Uğur böceği var. Bu da qəşəngdir. Hı. Bu da qəşəngdir. Hacı. Bax, burada şu qaşı var, ucunda qaşı qızıldır. İndi baxıram ona da. Bir də qəşəngdir. Burada da belə sırğalar var, uşaqlar. Ayda buna bax gör necə şirindir Şəhriyar. Delfin. Mən Şəhriyarla qərar verdik ki, sallanma sırğalara baxaq. Bu nədir aşkım? Bu onların yaşına uyğun deyil. Hələ baxırıq uşaqlar. Burada Qəşəngdir, bax. hansı qəşəng bu? Burada belə yonca var. Nə istəyir? Əsad bunu istəyirsən? Ha, Əsad. Onu necəsən? Qulağıma taxsan onu başın düşər yerə. Bir də qarata. Nə var? Sevməsə altına salan və Hansı? Lə seyirlər. Hansını deyir? nə oradakı? Bu, Yox, yox. bu cilə. Bax buradakı. Bu gül oxşayan. Ay daha nasıl? Cüle o üstü var onun damdaki. Hamısında üzüyü var. De bu. Hadi bu üzüğün dalındaki. Yok bu. Hadi bu. Ne sence de biraz Başa sala bilmir dəli olub. iki. O halda cildə duraq, o kərpicdir. Nasıl? Bir tane bak. Bu. Rabiyə də burada bəyənib bir dənə. Yaşlı var ya uzun. Altında kaş var ya. Sıra ilə de aşkım. Ben Say sıra ilə de nə? bir toplum onu harası getirdim. Bax gör hardadır. Arkadaşlar sabahtan beri beğeniyorlar, beğendiklerini anlatamıyorlar. Yukarıdan aşağı Qırmızı 6. qaşa. Yok aşağıdan. Aşağı kırmızı kaş. 1, 2, 3, 4, 5, 6. Kırmızı Ucunda balaca qaş. Qırmızı qaşa. Kırmızı. Kırmızı kaş yok ya. Altı. Yo düşün aşağı ha o. Bu Rabia'nın beğendiydi arkadaşlar, böyle bir şey beğendi. O nə? Bence aşkım bu hiç. Aşkım, sən hardan gəldin? Bu değil ki. Buydu, başta artistliği elədi. Geldin gördün. Qızını etdi. Yok bu böyle ben de. Hele görsənmirdi də, hə, elə görsənmirdi, çaşdın. Böyle yetişsin takabilmeyeceksin aslında. Evet arkadaşlar, daha seçim aşamasındayız. Arkadaşlar kulakta bir tane sırga deniyoruz. Sırğanın birini Rabi ile Meryem arasında bölüştürebilmediler diye ləğv oldu biri. Şəriyə dedi ədaletsizlik olmasın. Nə sənin olur, nə bunun olur. Düz deyil, indi almırıq, amma almağa gələndə yəni o alınmayacaq. Baxın, gör nə gözəl görsənir qulaqda Şəhriyar. Gözə düşün. Oy, çox qəşəng görsənir ha. Bunu Qılmış yeyəcəklər. Peylə. çox qəşəngdir bu. Ata bağlamayıpsan. Yox. Bağlama. Bakın arkadaşlar, ürək kalp formasında Ben bundan xoşum benim gəldi. sırğama benziyor. Ay abi ben ne seçim onu seçsən. Deməli uşaqlar, bir anda belə sırğa tapdıq. Məryəm bunu çox bəyəndi. Sonra mən bunu tapdım. Dedim bu çox qəşəngdir. Sonra Rabiə hardadır? Sonra Rabiənin qulağı, anhanın qulağındakı. Hə. Sonra mən bunu tapdım. Baxın, sonsuzluq, altında Tiffany'nin ürəyi. Belə uzun bir sırğa tapdım.
Baxım neçədir qiyməti? 410 manat. Tiffany öyle nedir? Tiffany mücəvhər markasıdır. Sonsuzluqdur. Hə, o sonsuzluqdur. Ən axırda mən bunu tapdım. Evet, indi seçim eləməyə çalışırıq. Gələn dəfə nə vaxtsa gəlib almağa. Arkadaşlar, bir tane böyle model bulduk. Bu geçendi, mən qulaq asın. Evet arkadaşlar, qərar verdik ki, Rabi'ye də Məryəmə də o uzun sonsuzluq altında ürək Tiffany olan sırğa, əsnada isə sonsuzluq olmadan prosta boş Tiffany ürəkli sırğa nə vaxtsa gələndə, nə vaxtsa alarıq. İndi yox da, yəni indi prosta elə belə baxıb bəyənirdik. Ama beğendik arkadaşlar, esas odur. Evet, əsas odur bəyəndik. Qalsa inşallah nə vaxtsa gəlib götürərik. Qəşəng idi amma, hə? Evet arkadaşlar, işimiz bitti. Daha doğrusu Şəhriyar öz işini həll elədi. Biz də ona kimi qızıl mağazasında qızıl güya alırıq, seçdik. Gəlir indi, kameranın sumkası qalıb mağazada, getdi onu götürmək. Özümüz üçün gelin güvey olduq, qızıl seçdik, alırmış kimi diqqətlə də baxdıq, bəyəndik. Özümüz üçün qızıl oynadıq, nəysə. İndi gedirik evə. Şəhriyar gəlsin, sumkanı yaddan çıxardıq mağazada. Gedirik evə. Bakalım bugün bizi neler bekliyor. Evet arkadaşlar, geldik çıxdıq evə. Çox yorulmuşam. Bilmirəm niyə. Hava dəhşət istiydi. Uşaqlar da burada oyun oynuyorlar. Kuklalarını qoyublar. Rabiş də telefondadır həmişəki kimi. Biraz dincələk, görək sonra neynirik. Maraqlı biraz başımızı qataq. Deyirəm uşaqlar, gəlin hazır evdəyik, oyun oynayaq. Ürəyimiz sıxılmasın. Razısınız? Usta telefonu koydan sıkılmıştım. Telefona baxmağa üzə qoymuram, çox baxsız. Deməliyim, nə oynayaq? Şako, qəşəng bir oyun fikirləş, oyun oynayaq da, nə olar? Ay Şako, fikirləş. Tam. Uşaqlar, hədiyyələrimiz buradadır. Uşaqlar da içərdədirlər, gözləyirlər. Sadəcə əvvəlcədən sizə nə aldığımızı, nə seçdiyimizi göstərmək istədim. İlk paket. Məryəmlə Rabiyə sırğasını eyni aldıq. Onlar çox şeydə əkiz gedirlər onsuz. Belə bir Tiffany'nin üstündə yazılan ürəkli. Daha sonra bu da Rabiyənin buz kraliçasıdır da, bilirsiniz, mənim qızım mavi korobka ondadır. Və son olaraq əsnad. Əsnada biraz xırda aldıq, çünki əsnad bilirsiniz də mini boydu. Uzun sırğa ona getməyəcəkdi. Öz boyuna uyğun sırğa aldıq. Məncə çox qəşəngdir, bəyəndin. Məncə çox qəşəngdir də, yəni mən seçmişəm. Benim zevkim arkadaşlar. Gedirik indi sürpriz eləməyə. Dur. Bunları elə bölüşdürüm əlimdə, bilim kimindir. Gəl. Uşaqlar, bu arada Rabiyə ilə Məryəmin sepləri, qızıl sepləri, hansı ki ad günündə mən hədiyyə vermişdim analarının saç telləri içində olan klondan sep. O sep nazik olduğu üçün onlara təzə bir dənə sep aldım. Belə, baxın. Bir saniyə. Belə sep aldıq. Bir də klonların üstündəki bu kruçokları qızıl düzəltdirdik. Mən bu epoksidən düzəldilir də bu. Bunu düzəltdirəndə prostoydu. Epoksinin içində nədir onu dedin, bilmirəm. Epoksinin içindəki anasının saç telidir, bayaq dedim. Burasının kruçokunu qızıl elətdirdik. Seplərini də qalınlaşdırdıq. Dəyişdirdik, qalın aldıq. Əsnad qırdığı üçün tez-tez. Əsnadınkini mən saxlamışam. Biraz böyüsün, o da taxacaq. Amma indi bu belə bir şeydir ki, içsə tapılmayacaq da. Bir də bundan düzəltdirmək mümkün deyil. O saç tellərinin hamısı bu sepin içindədir. Bunu da kruçokunu qızıl elətdirdik. İndi bunlar da sürpriz eləyəcəyik ondan bir yerdə. Getdik. Yumdunuz dəqiq. Bax, heç kəs baxmır? Yox. Mən çox istəyən baxmaz. Tamam.
Baxmayın ha hələ. Rabiyə verəcəm, saxla, amma açmayın gözünü. Toxunma. Qorxma. Toxunma. Ay. Aça bilərsiz. Yine hediye aldım. Hediye almışam ama çok özel bir şey. Açayım mı? Açayım mı? Baktığımız kızılar değil. Açaydın ufumuş. Bir dənə tax qulaqla. İstədim öz ürəyinizcə olsun. Ona görə məcbur sizi aparıb seçdirməliyim. Seplərini də görsən. Bu arada Məryəm Rabiyə annenizin seplərini qalınlaşdırmışam. Bu da sizə təhvil vereyim. Bu Rabişin. Elə boynundan keçirdə bilərsən. Şöday bu düşməyəcək Məryəm. Rahat taxa bilərsən. Bu da sənin. Gəl. Burada çizer. Gəl çıxar taxaq. Güzel. Hazırdım kırmaya. Mübarəkdir. Çok sağ olun. Çok şirindir. Gəl görüm qulağımda necə qalacaq. Sənkini orada yoxlamamışıq. Hoş birisi acılığını taksın da. Dayan. Aşkım, heyecandan əlim ilişdi. Əlim əsir, heyecandan taxa bilmirəm. Dayan. Hə, Atam buraya. taxdım. Taxıram. Tərlədim. Hə, Hə, adı var. taxdım, bax. Çox qəşəngdir. Gəl. Adı bak. Rabiş, sən də göstər. Uydu. Şödə, bunu çəkməyin, yaxşı? Baxın. Qalsın. Əgər görsəm ki, ürəyinizcə olub, sizə bax hər ilin bu vaxtı bacıdan bir dənə belə qızıl hədiyyə, 18 yaşınıza kimi sizə qızıl yıraq. Dayan. Sonra da 18 yaşımızda milyon. Əsl belə eləmə, heyecanlanıram. Qulağım tutulub yaşınız. Ama atacak bizim kulağımızı ispirtli zadara sonra seçeli kulağımız çıkartmıyor bunları. Əslində gərək sən taxasan şaka, bu qulağımda taxa bilmədim. Dən mən taxacam. Gəl. Hə? Ay minnoşum. Evet. Uydu çok güzel de. İray Bunu səslə. Vardım ben. Yox. Aman aman. Şurada qayıtdı annemin sepi. Sənki də qayıtdı. Yok kırılmıyor. Qırılmayıb, yox. Sən də biraz böyüyü, sən sındırırsan da, qaçsan, tullansan, atdansan, qırılır. Orada ananın axırıncı saç telləridir də, bir də olmayacaq. İçsə bir də tapılmayacaq. Ona görə biraz böyük taxarsan sən də. Qəşəngdir, şık şık eləyir, şık şık. Da kurtuldum bu sırgalardan. Baxım. Daha takmamışım. Al. Niyə taxmadın? Ay da çox yaraşdı Məryəm. Çox qəşəngdir. Ay da çox həqiqətən çox qəşəngdir. Öz ürəyimcə oldu. Öz ürəyimcə oldu. Əsinkin də tax burdadır. Çok sağ ol Afuş. Sən də sağ ol həyatım. Gəl. Bakın be ya. Tax, əlbəttə taxasan deyə almışam. Sonra o bir kızıl sırgala şimdi kulağımı çirçeleyip sonra atsam kızıl. da. Yox, qızıldan çirkələmir, prostoydan çirkələyir. O şey, o şey ondan da ilginç. O plasmas var diye kulağımın arkasında. Hə. O sıkılaşmış. Yox, bu şey taxmaqlıqdır da, şey arxasından heç nə Bir de keçirmir. gördü sıkıntını. O da cilmir. İndi ata taxacaq sizin üçün. Bəyəndin? Aha, çok. Xoşun gəldi. Siz də qızıl xəstəsi eləyəcəm. Mouse atam için kızıl hastasıyım. Cümsen bana. Mən də atamız qızıl xəstəsi eləyir. Bundan sonra əlindəkiləri göstər. Hə, elə əsas burasını da dəyişmişik ki, düşməsin də, şey itməsin. Əlivi göstər. Rabiyə çox xoşdur. Bunlar da inşallah hamısını qızılla əvəz eləyəcəyik. Bunlar mənim idi. Götürüb taxıb, inşallah qızılla əvəz eləyəcəyik. Bunlar bijuteriyadır. Onlar da inşallah qızıl olar. Teşekkür ederim. Oh, Sağ ol. taxa bilmirsən? Oldu.
Hə, oldu. Göstər baxım. Süper, süper, süper. Xeyirli olsun. Gel bakın. Sevgili. Mübarektir. Sevinsən. Həqiqətən də gözəl yaraşır. Çox qəşəng yaraşdı. Mənim qızlarım qızıldır, qızıl. Bunda analar da sevinir. Çok sağ olsun. Sağ olun. Sağ ol. Aşkım. Xəcalət çəkdirdilər. Qızı dayanın. Yaraşdı ya. Hə, çox yaraşdı. Şık eləyir özdə. Bakın kırpaklarım da ehtiyat şeyli ama sıktırmışam. Sök. İnşallah növbədə sepimiz var, qızıl sepimiz var, sırğamız var. Oldu təzə. Qaldı qolbağımız. Kıskalar da kızıl oldu qəşəng. Hə. Baxın özdə böyük taxtırmışıq belə. Biraz da böyüye üzü alır. Evet, biraz da böyüyün üzü. Aslında kulağındakı ne qəşəng gördün mü? Çox qəşəng görsən. Əsi qalır ki bu yerdə bax. Aslan. Hiçbir yapalım. Çox qəşəng. Mübarek. Sağlıkla işlesin. O gün olsun. Bundan daha güzellerdi. Sağ ol. Növbədə qolbaq qaldı. Ne yalan diyeyim, duygulandım. Duygulandırdılar beni. Çok sağ olun. Ofis çok sağ ol. Sən mənim üçün alıb burada sürpriz eləmişdin yadında. Ah, çok sağ ol. Növbə səndədir. İnşallah. Allahın izni ilə. Evet, ben de sep istiyorum. Evet. Nəzərimdəsən. Benim bütün kızıllarım kazadan sonra hepsi. Çox sağ ol. Bu arada da Kızıl Taza da çok teşekkürümüzü bildiririk. Çünkü Endirim elədilər. bizim için çok endirim elədilər. Çok sağ olun. Lənkəranda Kızıl Taz. Təşəkkürlər. Kızılın yeganə ünvanı. Sevin, sevin bizə. Fındık fındık. Meryem, bu da dünəndən ola dediyin sözü. Şimdi kafanımda kalındı parıldayım üstüne böyle kalmaz. Ne güzgün qabağından çəkilmisiniz? Seviniyor musunuz kızlar? Ne güzel oldun sen. Kızıllı kız oldun öyle mi? Evet. Kollarımızda doldurmaz. Teşekkürler, teşekkürler. Ona bak So, galiba isteyen vay, başladı yine. takı tukulu Rabia. Kolları yeni Doldurup doldurup. evi onlar da kızıl eləyər. He inşallah. Gel yakından sırgalarına bir daha mübarektir. Teşekkür ederim atam. Ben teşekkür ederim. Teşekkür ederim hoşum. Aşkım daha teşekkür Vay, bunlar teşekkür eləyir de bize sana. vicdan azabı çəkdim. Vereceğim. Can ürəyə gedib də. Ürəyə getdim. Sağlıqla işlə. Sağlıqla işlə. Baltı şalaçım var. Antalya'da. Evet, benim kızlarım bezindili. Babacığım. Çok sevindim. Arkadaşlar bunlar çekilmiyorlar yüzünün önüne arkadaşlar. Ne yapalım? Çok iyi. Ben çocuk vakti ayakkabı alardılar. Mənsi koyardım böyrümə yatardım. Onunla durardım. Bir dənə ayakkabı aldılar bir dəfə mənsi qulaq as. Bir dənə ayakkabı aldılar mənsi. Ayağıma olmadı biraz mı? Bir il saxladım. Bir ildən sonra ayağıma oldu. Geyinən günü səhəri düşdüm həyətə. Ağzı belə açıldı. Bir il. Mən o ayakkabını gözlədim haçan geyinərəm. Bir ildən sonra geyindim ağzı açıldı. Çürümüşdü qaldı yer. Mircə o taxta biti yemişdi onun için saplan. Oy. Ha, kısmet olmadı arkadaşlar. Onun içinde neyiniz varsa elə bu günlər geyinin, keçinin, bəzənin, düzənin, yaşayın. Çok sağ ol Ofelia Teşekkür Hanım. ederim. Sen çok güzel hanımsın. Sen çok güzel bacısın. Sen çok güzel anasın. Sen çok güzel eşsin. Sen her şeyin güzelini bacarabiliyorsun. Seni de tebrik ederim. Teşekkür ederim. Çok sağ ol. Çok teşekkür. Ne de ürəyin? Bunu dəqiqədə ürəyin yedir. Çok atım reyeceğim. Ya, ürəyin gedəndə sırqaları qoy qırağı itər.
Evet arkadaşlar. Ofelia Hanım ya acı ya da yuxusu var. Acaba. Çöldən sifariş acı olan bir iftira. Yok. Yok sen İtiraf edir ha, iftira. İtiraf. Evet arkadaşlar. Evet arkadaşlar şimdi yemek zamanı. Evet arkadaşlar bana bu hikayeden kalan bu kap oldu. Ha. Ne kıymeti? Bakın. Evet bu kıymeti aşkım. Bunda bunda yadigar. Bu əsnadın sırğasında onun kutusunun içine koyasınız. Bu sənindir, bu da Rabiyendir. Sizden değerli değil ama tabii ki. Benim kızlar pahalımdı. Evet. Xeyirli olsun bir daha. Kolyemizin bu qiymətləri aidiyyatı yoxdur. Ona ayrıca Kolyenle sepinde Rabia ile sende 550 o da 60 550 60 620. 10 manat, 610 manat da şəpləri biz eləyir. Tekrar Xeyirli baksana. olsun bu arada təkrar. Teşekkürler. Evet arkadaşlar bugünlük bu videonu burada sonlandırıram. Eğer videonu beğendiyse, hediyeleri beğendiyse kanala abone olup, like atıp, yorum yazmayı unutmayın. Майки-пути.